MİQə hazırlaşan müdavimlər, sertifikasiya hazırlaşan müəllimlər, bu videoda deyəcəklərim tam da sizə aiddir. Həmçinin funksiyanın təyin oblastının tapılmasına aid misallarda çətinlik çəkən abituriyentlər. Diqqətlə izləyin. Nədən danışacağım bugün? Bugün danışacağım sual hansı ki funksiyanın, fx funksiyasının özünü verdikdə bizdən bu şəkildə funksiyaların təyin oblastını istəyir və biz bu təyin oblastını necə tapa bilərik? Əslində şablon şəkildə sadəcə həll yazsam, nə deməliyəm sizə? Deməliyəm ki, 2x var burada, burada da 2x var. Bəli, bunlar -4, 6-ya nəzərən həll olunmalıdır. Amma gəlin işin bir mahiyyətinə baxaq. Baxın, yuxarıda sizlər üçün dərsdən qalma qrafikləri çəkmişəm. Hansı ki, fx funksiyasının, burada fikir verin, qrafik verilib. -4, 6 parçasında yerləşir təyin oblast və siz 2x-in qrafikini qurursunuz. 2x-in qrafikini qurduqda sizin funksiyanın çevrilmə xassəsinə əsasən baxın, təyin oblastda nöqtələrdə kiçilmə olur. 2 dəfə kiçilmə olur və təyin oblast dönüb -2, 3. Amma 2-də 1 x-in qrafikinə nəzər salsam, təyin oblastı, yəni özəydə verilən funksiyanın təyin oblastı 2 dəfə böyüyüb. Bu da hansı ki olub? Nə? -8 və 12. Baxın, bunu qrafiklə rahatlıqla təsvirdən görə bilirik. İndi gəlin, bəs sualda qrafik qurmadan necə eləyərik? İşin mahiyyəti aydındır. Qrafik üzərində funksiyanın çevrilməsidir. Burada necə edə bilərik bəs? Fx funksiyasının təyin oblastı -4, 6-dır mı? 2x-i -4, 6 parçasında götürüb, artıq buradan x-i təyin edə bilərsiniz ki, 3 ilə -2-dir hər iki tərəf. Bu bizə f2x-in təyin oblastını verir. f2-də 1 x-in təyin oblastını necə taparsınız? Yenə də 2-də 1 x-i özəydə verilən funksiyanın təyin oblastı -4 ilə 6-dır. -4, 6 parçasında götürün, hər tərəfini 2-yə vurun və orada alınan cavabı alacaqsınız. Amma bunu düstur şəklində, bu qayda şəklində yox, funksiyanın çevrilmələri üzərində aparsaq daha yaxşı olar. İzlədiyiniz üçün sağ olun.